Turun icmalına baxırsınız. 1-ci liqada 17-ci turun mənzərəsi ilə qarşınızdayıq. İlk oyun günündə Mərkəzi Ordu İdman Klubu Binəq Qəsəbə stadionunda Qaradağ Loçpatanı qonaq edirdi. Oyuna yaxşı başlayan Amid Quluzadənin kollektivi ilk hissədə 2 dəfə hesabda önə çıxdı. Beşinci dəqiqədə fərqlənən Araz Abdullayevin qoluna Ordu klubu İbrahim Əliyevin qolu ilə cavab versə də, Abdullayev ilk hissənin tamamına qədər penaltidən də fərqlənməyə bacardı. İkinci yarı bir qol və daha çox mübahisəli hakim qərarları ilə yadda qaldı. Nihat Qurbanlı oyunda vurulan sonuncu qolun müəllifi oldu. Gəl ki, Ordu klubu qalib də gələ bilərdi. İbrahim Əliyevin qeyri-dəqiq penalti zərbəsi Qəzənfər Abbasovun kollektivini 2 xaldan məhrum etdi. Günün paralel keçən digər oyununda isə Difai Şamaxıda Bakı Sportingi qəbul edirdi. Fərqli hədəflər üçün döyüşən iki kollektivin duelində bir qol qeydə alındı. Luka Stevanoviç paytaxt təmsilçisinə qələbə qazandıran qolun müəllifi oldu. Quraların heyətində İsa Zeynalının penalti qaçırması və Ruslan Süleymanovun qırmızı vərəqə alması da oyunun yadda qalan anlarından oldu. Növbəti gün sürətlə turnir cədvəlinin sonlarına doğru yuvarlanan Cəbrayıl lider Qəbələni qonaq edirdi. Oyunun yekun nəticəsi sürpriz olmasa da buna qədər qapısından yalnız bir qol buraxan Qəbələ bir oyunda 2 dəfə mərkəzə dəvət olundu. Bunlardan biri Samir Məhrəmlinin qolundan sonra baş verdi. Düzdür, elə ilk hissədə Şuaybu cavab qolunu vurdu. Bir də ikinci yarının sonlarında Domi Masumo 2 dəfə fərqləndi. Cəbrayıl isə ikinci dəfə Tapdıq Əhmədovun penalti qolu ilə sevindi. Amma bu yalnız təsəlli üçün kifayət etdi. Turun ən maraqlı oyunlarından biri Yevlaxda reallaşdı. Zaqatalanı qonaq edən Karvan oyuna arzulamadığı senari ilə başladı. Cəlal Cəbrailov və Royni İsmayılovun erkən qolları meydan sahiblərini ciddi silkələdi. Soyuqqanlılığı itirməyən Kənan Kərimovun kollektivi Ezekiel Morganın penalti qolu ilə fərqi azaltdılar. İkinci yarının əvvəllərində səhnəyə Bəhruz Teymurov çıxdı və hesaba tarazlıq gətirdi. Əgər rəqibin Karvandırsa əlavə vaxta daha diqqətli olmalısan deyimi bu dəfə də işlədi. Ezekiel Morgan və qələbə qolu, Havasu kimi 3 xal və Premyer Liqaya doğru daha iri bir addım. Turun sürprizi İmişlidə qeydə alındı. İkinci pillədə yerini möhkəmlətməyə niyyətlənən İmişli özgə atından çox erkən enmək məcburiyyətində qaldı. Mingəçeviri qəbul edən Milmuğan təmsilçisi Mehdi Tahirovun avtoqolu ilə hesabda geri düşdü və qarşıdakı 1 saat ərzində bu qolun cavabını gətirə bilmədi. Mingəçevir fərqləndi. İmişlidə hesab açıldı. İdris İnqilablı. İdrisin qapıya zərbəsi. Əvəzində minimal hesablı qələbələrlə irəliləyən Füzuli Məmmədovun kollektivi növbəti 3 xalı qazandı. Bu azmış kimi İmişlinin heyətində Guillermo Silva və Rəhim Cəfərli son dəqiqələrdə qırmızı vərəqə ilə meydandan qovuldular. Guillermo Silva'ya qırmızı vərəqə göstərdi. Bir başqa qırmızı vərəqə Rəhim Osman'a. İmişli 9 nəfərlə qalır. Maç yekunlaşdı. 17-ci turun sensasiyası İmişlidə qeydə alınır.
17 turdan sonra Qəbələ 45 xalla liderdir. Qırmızı qaralar 33 xalı olan Karvanla aralarında 12 xallıq interval yarada biliblər. İmişli isə 30 xalla 3-cüdür. İkinci dövrənin son turu 18-ci tura martın 12-sində start veriləcək.